Bütün televiziya tamaşaçılarını salamlayıram, hər vaxtınız xeyir olsun və keyfiniz, əhvalınız xoş olsun. Xəmsə Milli İntellektual oyunu Azərbaycan televiziyasının efirində yenidən sizin görüşünüzə gəldi. Maraqlı suallar, bir-birindən maraqlı bilicilər və bu suallar əsasında öz biliklərini sınayan komandalar. Universitet Liqasında, Xəmsə Kubokunda qrup oyunlarını yekunlaşdırdıq. Bugün ilk yarım final oyunu olacaq və bu oyunun yekununda ilk finalçılar bəlli olacaq. Vaxt itirmədən mən istəyirəm ki, komandaları və onların heyətlərini sizin diqqətinizə çatdırım. Beləliklə, göy masada əyləşəcək komanda Diamonds Are Forever'dır. Üsyan Rızalı, Elşad Mehdiyev, Yusuf Hüseynzadə, Nəsir Əsədzadə, Rüfət Əlizadə. Xoş gəlmişsiniz dostlar, yenidən sizi görmək xoşdur və Sarı Masanın sakinləri Nəzrin Məlikova, Nurəddin İbrahimli, Yusuf Əliyev, Davud Həsənov və Məlikə Salamzadə. Onların komandası A-da komandasıdır. Siz də xoş gəlmişsiniz. Sizi də yenidən görməyə şadam. Yaşıl Masanın sakinləri Alyans komandasıdır. Rəşad Ağayev, Pünhan Dadaşov, Fərid Məmməd Hüseynov, Qurban Quliyev, Eldar Həsənli. Xoş gəlmişsiniz siz də, buyurun Yaşıl Masaya. Və Qırmızı Masanın sakinləri Yarımada komandasıdır. Nülüfər Tağıyeva, Ayxan Muxtar, Nicat Səmədov, Uluxan Uluxanlı, Murad İskəndər. Hər 4 komandanı salamlayıram və ənənəyə sadiq qalaraq ürəkdən özümüzü alqışlayaq və uğur diləyək və alqışların sədasında Xəmsə Milli İntellektual oyununa ilk mərhələsinə bəlli raunda start veririk. Bəlli raunda keçid almadan öncə bütün komandalara uğurlar arzulayıram və ümid edirəm ki, ən güclü qalib gəlsin və finalda da həmin komandayla birlikdə yarışaq. Bəlli raundun şərtləri belədir. Əvvəlcədən bütün komandalara 5 mövzu elan olunacaq və həmin mövzuya uyğun olaraq oyuncuları seçib oyuncu tribunasına göndərəcəksiniz və biz bəlli raunda başlayacağıq. Mövzular belədir. Məşhur yanılmalar, Asiya avtomobilləri, rəsm və rəssamlar, mid hissəciyi, insanlar pulların üzərində. Komandalara 30 saniyə vaxt verilir ki, mövzulara uyğun oyuncuları seçib oyun tribunasına göndərsinlər. Vaxt bitdi. Komandalar ilk oyuncuları oyun tribunasına, kürsüyə yola salsınlar və biz məşhur yanılmalar mövzusunu bəlli raundda oynayaq. Böyük Qayıdış Kubokunun ilk yarım finalı. Bəlli raund, ilk mövzu, ilk sual, nominal xal 100. Əslində buna səbəb qırmızı rəng deyil. Qırmızı rəngli muleta parçasının yellənməsidir. Alyans. Öküzlərin qırmızı rəngi görəndə üstünə cunmasın. Öküzlərin qəzəblənməsi mən qəbul edirəm. Bravo. Davam edirik. Məşhur yanılmalar, ikinci sual, nominal xal dəyəri 200. İncilin heç bir bölməsində bunun alma olması qeyd olunmuyub. Yarımada. Bu Həvvanın yediyi, yəni ilk günahın işləndiyi meyvədə, yəni alma deyil, başqa. Qadağan olunmuş meyvə, cavabı qəbul edirəm. Bravo. Davam edirik. Məşhur yanılmalar, üçüncü sual, nominal xal dəyəri 300. Brioş şirin bişmişdi. Əslində Alyans. Antoinette'nin dediyi çörək yoxsa brioş yesinlər ifadəsi. Adam. Maria Antoinetta. Səhvdir. Başqa düyməni sıxan yoxdur. Və iki komanda üçün sualı təkrar qaldığım yerdən oxuyuram. Əslində, İnqilabdan öncə Jean-Jacques Rousseau Etiraflar kitabında bu ifadəni işlədərək nəyin əvəzinə brioşu xatırlayır? Diamonds.
Tort əvəzinə də, pirojna əvəzinə. Yox, bu səhv cavabdır və son olaraq cavabı mən yarımadadan alacağam. Mən də eyni şey üçün tort deyəcəydim. Yox. Düzgün cavab çörəkdir. Çörəyə. Məşhur yanılmalar. 4-cü sual nominal xal dəyəri 400. 20-ci əsrin sonlarında məlum oldu ki, əslində bu orqanın müxtəlif tərəflərinin fərqli dadları hiss eləməsi yanlış təsəvvürdür. Ada. Dil. Bu doğru cavabdır, bravo. Davam edirik. Məşhur yanılmalar, 5-ci sual, nominal xal dəyəri 500. Astronavt Leroy Chiao bunun mümkün olmadığını Alyans... Kosmosdan böyük cins həddinin görsənməsi. Bəli, bunun mümkün olmadığını sübut edən fotolar çəkmişdi, bravo. Komandaların üzvlərini masa arxasına yola salaq və ikinci mövzuya başlayacağıq bəlli raundda. Bəlli raundun ikinci mövzusunun ilk sualı. Nominal xal dəyəri 100. Latın dilində ilk mənasına gələn bu söz, həm də Toyota'nın ilk hibrid avtomobil modelinin adıdır. Diamonds. Prius. Prius doğru cavabdır. Asiya avtomobilləri ikinci sual. Nominal xal dəyəri 200. Wang Qianfu 1995-ci ildə bütün qohumlarından pul toplayaraq xəyallarını qurduğu bu avtomobil brendini Ada. Build Your Dream BYD. Bravo. Bu doğru cavabdır. Avtomobil brendini yaratmışdı. BYD. Asiya avtomobilləri 3-cü sual, nominal xal dəyəri 300. Versiyalardan birinə görə bu avtomobilin adı Z nəsli və Geek Diamonds. 3, 2, 1 cavab. Çangan. Səhvdir. Alyans. Zikr. Bu doğru cavabdır, bravo. Sözlərinin birləşməsindən yaranıb. Asiya avtomobilləri 4-cü sual, nominal xal dəyəri 400. Bu şirkət adını ingiliscə "Məndə hər şey var" ifadəsinin qısaldılmış formasından alıb. Məndə hər şey var. Hər şey. Hər şey sizə ingiliscə kömək ola bilər. İngiliscə hər şey. 3, 2, 1. Yarım finalın ilk tapılmaya... Buyur, cavab. Haval. Bəli, bu doğru cavabdır, bravo. Davam edirik. Asiya avtomobilləri 5-ci sual, nominal xal dəyəri 500. Wei Xiaosun yaratdığı şirkəti Çinin simvollarından birinə çevirmək istirdi. Bəs Wei şirkətə hansı adı vermişdi? Hansı adı vermişdi? Təkrar bir də. Wei Xiaosun. Diamonds. Çangan. Bu səhv cavabdır. Artıq təkrar sual olmayacaq. De Alyans. Olsun Great Wall Motors. Bu doğru cavabdır, bravo. Böyük Çin səddi mənasına gələn Great Wall demişdi. Bütün oyunculara təşəkkür edirəm. Masa arxasında öz yerlərini ala bilərlər. Biz isə bəlli raundun 3-cü mövzusunu oynayacağıq. Bəlli raundun rəsm və rəssamlar mövzusu. İlk sual, nominal xal dəyəri 100. Rəssam Elvin Korreya Dünyaların Müharibəsi romanına illüstrasiya çəkmişdi. Əsərin müəllifi Herbert Wells demişdi ki, Korreya mənim qələmlə eləyə bilmədiklərimi nə ilə eləyib? İlk olaraq yarımada. Rəssam fırçası. Bu doğru cavabdır, bravo. Davam edirik. Rəsm və rəssamlar ikinci sual. Nominal xal dəyəri 200. Oscar mükafatı almış aktyor xatırlayır ki, onun adını anası Uffizi qalereyasında olarkən düşünmüşdü. Yarımada. Olsun Sandro Botticelli, Veneranın doğuluş əsəri. Aktyor dedim mən. Alyans. Leonardo da Vinci haqqındadır.
Yox. Leonardo Üçüncü Diamonds. DiCaprio. Bu DiCaprio'dur. Leonardo'nun adaşı Leonardo DiCaprio'dur. Davam edirik. Rəsm və rəssamlar. Üçüncü sual. Nominal xal dəyəri 300. Fransız rəssam Georges Braque. Əsəri bu muzeydə sağlığında ikən sərgilənən ilk rəssamdır. İlk olaraq yarmada. Louvre-da. Bəli, Louvre muzeyində sağlığında əsəri sərgilənən ilk rəssam Georges Braque'dır. Davam edirik. Rəsm və rəssamlar. Dördüncü sual, nominal xal dəyəri 400. 20-ci əsrə aid bu rəsm əsərindəki obrazları çoxları ailəli kimi bilsə də, əslində orada Diamonds... Arnolfilli cütlüyü. Yox, bu səhv cavabdır. Davam eləyirəm digər komandalar üçün. Ailəli kimi bilsə də, əslində orada ata və qız təsvir olunub. Ata və qız. Artıq düymə sıxıldığı üçün mən sizə əlavə kömək və ipucu eləyə bilməyəcəm. Alyans komandası. Ola bilsin bu Amerikan gotika əsəridir. Bu Amerikan gotikasıdır. Bravo. Rəsm və rəssamlar mövzusu 5-ci sual. Nominal xal dəyəri 500. Gördüyümüz hər şeydən digər şeyləri gizlədir. Biz həmişə gördüklərimizin arxasında gizlədilənləri görmək istəyirik. Bu sözlər hansı sürrealist rəssama aiddir? Ada. Salvador Dali. Bu səhv cavabdır. Alyans. René Magritte. Bu doğru cavabdır. Bravo. Alyans komandası hesabına 500 xalı yazdırdı. Mən oyunculara təşəkkür edirəm. Onlar masada öz yerlərini ala bilərlər. Biz isə digər 4-cü mövzuya keçid alacağıq bəlli raundda. Mid hissəciyi mövzusunu oynayacağıq. İlk sual nominal xal dəyəri 100. 359-cu ildə baş tutan bu Sasani qoşunlarının Ağrıdağ vilayətini tutması ilə başa çatıb. Bu məşhurdur. Mid hissəciyi. Bu məşhurdur. Amid döyüşü. Bəli, bu Amid döyüşüdür. Bravo. Davam edirik. Mid hissəciyi ikinci sual nominal xal dəyəri 200. Bir oyunda sürətli şəkildə varlanmağa imkan yaradan Quest. Alyans. Midas. Bravo. Bu mifoloji personajın adını daşıyır. Davam edirik. Üçüncü sual nominal xal dəyəri 300. Keçən əsrin əvvəllərində Bostonda Charles Ponzi tərəfindən yaradılan dəyərli kağızların dəyişdirilməsi adlı şirkəti tarixdə ilk bu hesab edilir. Keçən əsrin əvvəllərində Bostonda Charles Ponzi tərəfindən yaradılan dəyərli kağızların dəyişdirilməsi... Alyans. Piramida, Ponzi piramidası. Bravo, doğru cavabdır. Davam edirik. Maliyyə piramidası. Mid hissəci, dördüncü sual, nominal xal dəyəri 400. Digər mədəniyyətlərdə adı Şamuramat kimi xatırlanan onun haqqında çəkilən... Semiramida. Bu Semiramidadır, bravo. Çəkilən filmlərdən biri Babilin Şahzadəsi adlanır. Mid hissəci, son sual, nominal xal dəyəri 500. Louisiadalar əsərinin Portuqal qəhrəmanları Afrikanın cənubundan keçərkən burada güclü fırtınaya düşürlər. Ada. Ümid burnu. Bu ümid burnudur, bravo. Oyunculara təşəkkür edirəm. Onlar öz yerlərini ala bilərlər. Biz isə bəlli raundun sonuncu mövzusunu oynayacağıq. İnsanlar pulların üzərində. İlk sual nominal xal dəyəri 100. 50 Britaniya funt sterling üzərində sıfırlar və birlər. Enigma maşını və Alyans. Alan Turing. Bravo! Bu doğru cavabdır və bu alimin şəkli var. Davam edirik. İnsanlar pulların üzərində 200 xal. 5 Yeni Zelandiya dollarının üzərində fonda Everest zirvəsini görmək olar. Zirvənin önündə yarmada Edmund Hillary. onun şəkil var, bəli. Bravo, Edmund Hillary. Davam edirik. İnsanlar pulların üzərində. Üçüncü sual nominal xal dəyəri 300.
Cəbəlü Tariq 1713-cü ildən Britaniyanın təsiri altındadır. 50 Cəbəlü Tariq funtu üzərində isə hansı siyasətçinin təsvirini görmək olar? Alyans. Winston Churchill. Bu doğru cavabdır, bravo. Winston Churchill'in şəkli var Cəbəlü Tariq pulunun üzərində. İnsanlar pulların üzərində 4-cü sual 400 xal. 500 Meksika pesosunun üzərində bu qadın rəssamın əsərini görmək olar. İlk olaraq yarımada. Frida Kahlo. Bu doğru cavabdır, bəli. Frida Kahlo'nun əsərini görmək olar. 5-ci sual, insanlar pulların üzərində mövzusunun son sualı və bəlli raundunda son sualıdır. 2020-ci ilə qədər istifadə olunan 1000 kronunun üst hissəsində Asgard startın fonunda onun portretini görmək olardı. Asgard stradın fonunda onun portreti. Bu Eduard Munch'tu. Munch. Oyunculara təşəkkür edirəm. Onlar öz yerlərini alsınlar. Biz bəlli raundu bitirdik. Xəmsə Milli İntellektual oyundan növbəti mərhələyə keçid alırıq. Şərt raundun qaydaları belədir. Bu dəfə mövzular sizə əvvəlcədən növbə ilə elan olunacaq və siz həmin mövzuya uyğun olaraq oyunçunu seçib oyun kürsüsünə göndərəcəksiniz. Xəmsə Milli İntellektual oyununda ikinci mərhələdə şərtli raundda oynanılacaq ilk mövzu reklam posterləridir. Komandaların vaxtı var, bu mövzu uyğun olaraq oyunçunu seçib oyun kürsüsünə göndərsin. Vaxt bitdi. Şərtli raundun ilk mövzusunu oynamaq üçün oyuncular oyun kürsüsündə öz yerlərini alsınlar. Şərtli raundun ilk mövzusu reklam posterlərdir, amma mövzuya keçməmişdən əvvəl komandaların topladıqları xalları sizin diqqətinizə çatdırmaq istəyirəm. Diamonds -1200, Ada 400, Yarımada 1100, Alyans 3100. Bütün komandalara və oyunculara uğurlar arzulayaraq keçirəm reklam posterləri mövzusunun ilk sualına nominal xal dəyəri 200. McDonald's'ın reklam posterində onlar pulsuz Wi-Fi xətlərini simvolizə eləyir. Ada. French fries, yəni kartof, qızarmış kartoflar. Free kartof, qəbul edirəm, bravo. Davam edirik. Reklam posterləri ikinci sual nominal xal dəyəri 400. Kinoteatrlarda nümayişi zamanı o filminin sonunda bu şirkətin heç bir zaman klonlara inanmayın mesajını görünürdü. Diamonds. Burger King. Bu doğru cavabdır, bravo. Davam edirik. Reklam posterləri. Bu avtomobil brendinin reklam posterində bir-birinin ardıca düzülən Alyans. Audi. Doğru cavabdır. Alfa Romeo, BMW, Volvo və Mercedes-Benz açarlarını görə bilərik. Audi. Davam edirik. Reklam posterləri 4-cü sual, nominal xal dəyəri 800. İngilis dili üçün kurslar təşkil edən kampaniyalardan birinin reklam posterində komiks qəhrəmanı Dəmir Adam məhz bu cihaz formasında Alyans Ütü. təsvir edilmişdi. Bu ütüdür. İngilis dilində ütü və dəmir sözləri eyni yazılır. Davam edirik. Reklam posterləri 5, nominal xal dəyəri 1000. Ötən əsrin birinci yarısında ixtira edilən bu əşya haqqında olan reklam posterində yazılmışdı. Sizin ona baxmağa ehtiyacınız yoxdur. Baxmadan, çevirmədən özü hər şeyi hazır eləyir. Söhbət nədən gedir? Sizin ona baxmağa ehtiyacınız yoxdur. Baxmadan, çevirmədən özü hər şeyi həll eləyir. Diamond. Mikrodalğalı soba. Bu səhv cavabdır. Digər komandaların 3 saniyə vaxtı var. 2, 1. Bu
çörək qızardan cihazdır, toster cihazda deyə bilərdiniz. Oyunculara təşəkkür edirəm, masa ətrafında öz yerlərini alsınlar. Biz isə digər mövzuyla davam eləyəcəyik. Şərtli raundun ikinci mövzusu kur adlanır, kur hissəciyi və yaxud da kür hissəciyi. Birinci sual nominal xal dəyəri 100. 100 Yapon yeninin üzərində daimans Akira Kurosawa. səhv cavabdır. Alyans. Sakura ağacı. Bu doğru cavabdır. Sakura çiçəklərinin şəklini görmək olar. Nəyin təsvirini görmək olardı 100 Yapon yeninin üzərində? Davam edirik. Kur hissəciyi. İkinci sual nominal xal dəyəri 400. Müsahibələrinin birində bu yazıcı Drezdenin bombalanmasının yalnız ona faydasının olduğunu demişdi. Asandır bu əslində. Drezdenin bombalanması. 3, 2, 1. Bu Kurt Vonnegut'dır. Kurt Vonnegut da deyirlər. Davam edirik. Üçüncü sual, nominal xal dəyəri 600. Parisdəki Durant restoranında 1914-cü ildən Alyans. Bu olsun kruasan. Yox, bu səhv cavabdır. Bir komandada var, yarımada. Olsun Sacré-Cœur. Bir də? Növbət 4. Sacré-Cœur. Yox, bu da səhv cavabdır. Digər iki komanda üçün mən sualı qaldığım yerdən oxuyacağam. 1914-cü ildən yazıçılara nə təqdim olunur? Düymələr sıxıldığı üçün mən sizə əlavə kömək eləyə bilməyəcəm. 3, 2, 1. Bu konkur mükafatıdır. Davam edirik. Kur hissəci. Dördüncü sual nominal xal dəyəri 800. Renesans dövründə geniş istifadə olunduğuna görə ona italikdə deyilir. Yarımada. Olsun kursiv. Olsun kursiv. Bravo, kursiv şrift. Davam edirik. Kur hissəci. Beşinci sual nominal xal dəyəri 1000. Akkad dilindən tərcümədə dağın zirvəsi mənasına gələn bu söz Mesopotamiyada Şumer memarlığına xas olan 5-7 mərtəbəli yarımada Zikkurat. Yes! pilləli məbədlər idi. Bu zikkuratdır. Bravo! Təbrik edirəm yarımada komandasını və bütün oyunculara təşəkkür edərək masa ətrafında öz yerlərini almağa çağırıram. Biz isə şərtli raundun eyni iki hərflə başlayır başlıqlı mövzusunu oynayacağıq. Komandalardan xahiş olunur ki, oyuncuları seçib oyun kürsüsünə göndərsinlər. İki eyni hərflə başlayır mövzusu. Cavablar eyni iki hərflə başlayan iki sözdən ibarət olacaq. İlk sual nominal xal dəyəri 200. Süni intellekt tərəfindən hazırlanmış bir videoda Charles Darwinin əcdadı hesab elədiyi canlıya pilləli şəkildə necə çevrilməsi göstərilir? Həmin video necə adlanır? Alyans. Tərsinə təkamül. Bravo! Doğru cavabdır. Davam edirik. İki eyni hərflə başlayır. İkinci sual nominal xal dəyəri 400. İslandiya torpaqları geyzir və vulkanlarla zəngindir. Bir blokda dünyanın bir çox ölkəsindən turistlərin toplaşdığı İslandiya belə adlandırılıb. Diamonds. Qaynama qazanı. Bravo, doğru cavabdır. Qaynama qazanı. Davam edirik. İki eyni hərflə başlayır. Üçüncü sual nominal xal dəyəri 600. Blackpink qrupunun 2019-cu ildə yayımladığı single'ın klipi bir gün ərzində izləmə rekordu vuraraq bu olmuşdu. Bunun haqqında məqalədə virus sözü də xatırlanır. Alyans. Virtual. 3, 2, 1, cavab. Virtual viral. Yox, bu səhv cavabdır. Digər komandalar fikirləşmək üçün 3 saniyə vaxt verirəm. İpucu olmayacaq çünki Alyans komandası artıq düyməni sıxıb. 2, 1,
Cavab. Bəlkə də Alyans komandasının oyuncusu virtual sözünün yerinə viral video desəydi, mən qəbul edib xala onların hesabına yazacaqdım, amma çox təəssüf ki, o virtual video dedi. Davam edirik. 2 eyni hərflə başlayır. 4-cü sual nominal xal dəyəri 800. Astrolog Paul Pena'nın ulduz xəritələrindən istifadə eləyərək insanın kainatdakı yeri və istiqamətini müəyyən eləyən kitabı necə adlanır? Əslində burada kömək eləyəcəkdim, sən mənə imkan vermədin. Daimans. Kosmik koordinasiya. Kosmosda koordinasiya. Yox, bu səhv cavabdır. Digər komandaların fikirləşmək üçün 3 saniyə vaxtı var. Çox yaxşı ipucum var idi. Təkrar eləyəcəyim. Diamonds nə özü tapdı, nə də sizə imkan verdi ipucu üçün. Təkrar demək olmayacaq. Təkrar. Redaktor mənə desə təkrar eləyə bilərəm. Təkrar eləyim digər komandalar üçün. Xeyr, icazə verilmir. 3 saniyə vaxtınız var. 2, 3, 1. Versiya demək olar. D versiyanı mən də cavab edeyim. Kosmosun kompası. Düyməni sıxıb deməliydin sən bunu. Bu kosmik kompasdır. Əslində burada hər şey deyilirdi. Kainat və istiqamət. Siz onları birləşdirməliydiniz. Çox yaxşı tapıntıydı, amma heyif düyməni sıxmadın. Eyni 2 hərflə başlayır. 5-ci sual, nominal xal dəyəri 1000. Əziz Sultanov Vətən Çağıranda kitabında yazır ki, bunun saxlanıldığı bəzi qabların üzərində Qurani Kərimdən ayələr həkk olunurdu. Bunun saxlanıldığı qab, Qurani Kərimdən ayələr, 2 eyni hərflə başlayan söz, bəziləri onu içərək yüksəkliyə doğru, daha mənəvi aləmə doğru. 3, 2, 1, cavab. Bu şəhadət şərbəti idi, şəhadət şərbəti. Oyunculara təşəkkür edirəm, onlar masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə şərtli raundun jurnal mövzusuyla oyuna davam eləyəcəyik. Komandalar jurnal mövzusunda oynamaq üçün oyuncularını seçib oyun kürsüsünə göndərə bilərlər. Jurnal mövzusu ilk sual nominal xal dəyəri 200. Vaxtaşırı olaraq George Story'nin necə böyüməsi, ailə həyatı və karyerası barədə məqalələr dərc etdirən jurnal belə adlanır. Diamonds. Truman Show. Yox, bu səhv cavabdır. Necə adlanır bu jurnal? 3 saniyə vaxtımız var. 3, 2, 1. Bu Life jurnalıdır. Life. George Story Life jurnalının 1936-cı ildəki ilk sayının üz qabığındakı şəkli yerləşdirilən uşaq idi. Davam edirik. Jurnal mövzusu 2-ci sual nominal xal dəyəri 400. Knockout jurnalı hansı idman növünə həsr edilib? Alyans. Boks. Bu boksdur, bravo. Davam edirik. 3. Nominal xal dəyəri 600. 2004-cü ildə bu jurnal Joan Rowling'in yazıçılıqla milyard qazandığını iddia eləmişdi. Alyans. Bu Forbes jurnalıdır. Bu Forbes jurnalıdır, bəli. Bəzən ona Forbes də deyirlər. Jurnal 4-cü sual. Nominal xal 800. 2010-cu illərdə Gökhan Dəmir blogunda məqalələr, esselər, araşdırmalar və tənqidlər yazırdı. Onun Alyans. Kafka okur jurnalı. Bu səhv cavabdır. Yarımada. 2 sözlük. Səhvdir. Digər 2 komanda üçün sualı yarımçıq qaldığım yerdən oxuyuram. Onun hansı yazıcının oxucusu olduğunu tapın. 3, 2, 1. Əslində, Alyans komandasının oyuncusu sona qədər gözləsəydi, Franz Kafka cavabını verəcəkdi. Və elə biz əslində Gökhan Dəmir sonradan Kafka okur jurnalının əsasını qoyduğu üçün oxucunu ipucu kimi vermişdik. Hər şeyi tapdı, sadəcə tələsdi. Jurnal mövzusunda 5-ci suala keçid alırıq. Nominal xal 1000.
Bir jurnalda baş verən hadisələrin illər əvvəl bu serialda göstərildiyinin sübutları yer alıb. Bu baxımdan serial sarı mətbuat adlanır. Sarı mətbuat yarımada. Simpsonlar. Bravo, düzgün cavabdır. Oyunculara təşəkkür edirəm, onlar öz yerlərini ala bilərlər. Təşəkkürlər dostlar. Və biz şərtli raundun sonuncu mövzusu Avropa ədəbiyyatı mövzusunu oynayacağıq. Mövzuya uyğun olaraq komandalar oyuncuları seçib oyun kürsüsünə göndərə bilərlər. Birinci sual nominal xal dəyəri 200. Bu əsərin İspan dilinə olan təsirini tez-tez Shakespeare'in əsərlərinin yarımada Don Quixote. İngilis dilinə olan təsiri ilə müqayisə edirlər. Davam edirik. Avropa ədəbiyyatı ikinci sual nominal xal dəyəri 400. Yazıcı əsərinə Avropadakı son insan adını qoymaq istəsə də, sonda əsəri bitirdiyi ilin son 2 rəqəmini tərsinə dəyişdirərək yarımada 1984. gələcəyin çox pis olacağını göstərmək qərarına gəlmişdi. Bəli, bu 1984-dür. Avropa ədəbiyyatı mövzusu 3-cü sual nominal xal dəyəri 600. James Cruise, Tim Tyler və ya Satılmış Gülüş əsərinin müəllifidir. Bəs o, hansı nağılçı yazıçının adını daşıyan yarımada 3, 2, 1. Grimm. Bu səhv cavabdır. Diamond. Hans Christian Andersen. Bu doğru cavabdır. Daşıyan mükafata layiq görülüb. Hans Christian Andersen. Davam edirik. Avropa ədəbiyyatı 4-cü sual, nominal xal dəyəri 800. Maraqlıdır ki, Nikos Kazantzakis gənc yaşlarından Yunan ortodoks inanclarını tam anlamaq üçün bu dağa bir aylıq səyahət eləmişdi. Ada. 3 saniyə ada. Olimp dağı olsun. Səhvdir. Yarımada. Apos dağı. Səhv cavabdır. Digər iki komandanın isə fikirləşmək üçün 3 saniyə vaxtı var. Düymələr sıxılıb, mən sizə kömək eləyəcəkdim. 3, 2, 1 cavab, versiya. Bu Afon dağıdır, Afon dağı. Davam edirik. Avropa ədəbiyyatı. Orta əsrlər Avropa ədəbiyyatı simvolikasında toyuqla bərabər bu canlı da pislik və zülm simvolu kimi hesab olunurdu. Kömək eləyəcəm bu dəfə sizə. Canlı, zülm, pislik. İşimiz yaxşı getməz. Sıxın görək düyməni. İlk olaraq Diamonds. Düşünürəm ki, bu qara pişikdir. Düz düşünürsən, bəli, mənim köməyimdən sonra Diamonds bunu tapdı, bu qara pişikdir. Şərtli raundun son mövzusunun son sualında oynadıq. Oyunculara təşəkkür edirəm, öz yerlərinə keçə bilərlər. Biz isə sirli raundla Xəmsə Milli İntellektual oyununa davam eləyəcəyik. Sirli raundun qaydalarını elan edirəm komandalar üçün və televiziya tamaşaçılar üçün. Sirli raundda yalnız oyuncular oyuncu masasında öz yerini alandan sonra mövzular elan olunacaq və həmin mövzulara verilən suallar əsasında biz yarışacağıq. Komandaların vaxtı var, oyuncu sıralamasını yazıb bizə təqdim eləsinlər. Sirli raunda keçid alırıq, amma mövzunu elan eləmədən əvvəl komandaların topladığı xalları sizin diqqətinizə çatdırım. Qeyd edeyim ki, bugün birinci yarım final oyununu keçirilir və 2 finalçı bu oyunun nəticəsinə görə təyin olunacaq. Diamonds mənfi 1000, Ada mənfi 200, Yarımada 1700 və Alyans oyunun hələ ki lideridir, 3900. Gəlin alqışlayaq bir-birimizi və sirli raunda başlayaq. Üçünü də
deyin. Yəni cavabda 3 söz deyəcəksiniz. Bir videoda zarafatla PlayStation markasının Kalmar oyunu serialına sponsor olduğu deyilir. Həqiqətən də bunlar əskərlərin iyerarxik rütbəsini bildirir. Alyans, Dairə, kvadrat, üçbucaq. dairə, üçbucaq və kvadrat. Bravo Alyans, davam eləyirik. Xəyali bir düz xət boyunca icra edilən bunun izah edildiyi videoda əsasən snayper filmlərindən səhnələr göstərilir. Türk dilli ölkələrin bəzilərində ifadəyə çevrilən bu texnika nədir? Snayper sizə əslində kömək eləyə bilər. Və bir də Alyans düyməni sıxdı. Gez, göz, arpacıq. Gəz, göz, arpacıq. Bəli, bu atış təlimi ilə məşğul olan insanların çox yaxşı bildiyi terminlərdir. Davam edirik. Rəssam Vlaho Bukovaçın Dante'nin ilahi komediyasından ilhamlanaraq çəkdiyi 3 rəsim belə adlanır. Yarmada Cənnət, cəhənnəm, əraf. Cənnət, cəhənnəm və Araf. Araf yerinə təmizlik də qəbul olunurdu. Bravo, davam edirik. Müxtəlif studiyalar tərəfindən hazırlanan bu serialın ilk bölümü kibernetik döyüşlər və canavarların idarə edilməsi haqqında qaranlıq bir hekayədir. Diamonds, Love, Death and Robots. eşq, ölüm və robotlar. Bravo, davam edirik. Bir fotoda sarı, çəhrayı və qırmızı mayka geyinmiş 3 idmançını görə bilərik. Bu idmançıların hansı ölkələrdə mübarizə apardığını deyin. Sarı, çəhrayı və qırmızı. Diamonds. Fransa, İtalya, İspanya. Fransa, İtalya və İspanya bu Grand Tour adlanan 3 əsas velosiped yarışı bu ölkələrdə keçirilir. Oyunculara təşəkkür edirik. Onlar öz yerlərini ala bilərlər. Sirli raundun ilk mövzusu yekunlaşdı. Biz ikinci mövzuya keçid alacağıq. Sirli raundun ikinci mövzusu qanlı mövzudur. Karlın anadan olduğu 14 iyun günü hər il qan köçürmə günü kimi qeyd olunur. Karlın əsas kəşfini eyni hərflə başlayan 2 sözlə Alyans. Qan qruplarını kəşf. Bravo, bu doğru sözdür. Bu doğrudur, doğru cavabdır. Başlayan 2 sözlə deyin, qan qrupları. Davam edirik. Conquistador Hernán Cortés Meksikaya yollanarkən İspan və Hindu qanlarını qarışdırmaq üçün əskərlərinə onları götürməyi qadağan eləmişdi. Onları tapın. Alyans. Öz həyat yoldaşlarını yəqin ki. Bu düzgün cavabdır. Həyat yoldaşlarını, arvadlarını və qadınları cavabını da qəbul eləyəcəkdim. Davam edirik. Ölkəmizdə fəaliyyət göstərən bu qurumun loqosunda G və B hərfləri 2 ədəd qırmızı Alyans. Qan bankı. Bravo, Mərkəzi Qan Bankı 2 ədəd qırmızı damcı əmələ gətirir. Davam edirik. Bəzən qorxu filmlərində şirəsindən alternativ olaraq istifadə edilən bunun tünd növlərindən Alyans. Səhv eləmirəmsə pomidordan istifadə edirlər bu məqsədlər üçün. Yox, bu səhv cavabdır. İkinci düyməni sıxıb Diamond. Albalı şirəsi. Bu da səhv cavabdır. Üçüncü düyməni sıxıb yarımada. Gül növləri dediniz, bəlkə qızıl gül. Bu da səhv cavabdır və son olaraq düzgün cavabı Adadan gözləyirəm. Buyur. 3, 2, 1 cavab. Olsun. Vişne yox. Vişne olsun. Yox, 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 bu da səhv cavabdır. Bunun tünd növlərindən biri Sanguinello adlanırdı. Bu qan portağalıdır, qan portağalı. Davam edirik. Antarktidada 1911-ci ildə kəşf edilmiş bura xarakteri xüsusiyyətini tərkibindəki dəmirli birləşmələr verir. Qanlı çaylar.
Bu Yeraltı. səhv cavabdır. Qan şəlalələri idi bu, qan şəlalələri. Çaylar yox, çay başqa, şəlalə başqa. Antarktikada ən çox kəşf olunan şəlalələrdir və qan mövzusu ilə bağlı onu deməliydik. Oyunçulara təşəkkür eləyəcəm, onlar öz yerlərini ala bilərlər. İnisialları A, K mövzusu, ilk sual. Stylesada müəmmalı hadisə. Alyans. Agatha Christie. Agatha Christie, Ölümlə Görüş, Keşiş Evində Qətil, eşitdiyiniz əsərlər onun bibliografiyasına aiddir. Davam edirik. Maraqlıdır ki, bu Avropalı əsərlərində insan vicdanının əhəmiyyətini işıqlandırdığına görə 1957-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Alyans. Albert Camus. Albert Camus, bəli, sağlığında qərbin vicdanı adlandırılıb. Davam edirik. Bu yazıçının 1979-cu ildə nəşr edilmiş Cənnətin Fəvvarələri romanı həm Hugo, həm də Nebula mükafatlarına layiq görülüb. Əslində siz bilsəz ki, Hugo və Nebula hansı janra verilən ən nüfuzlu iki mükafatdır? Bəlkə çıxa bilərsiniz. Belə deyim, bir mərhələdə kömək eləyirəm. Elmi fantastik janrda verilən mükafatdır. Yazıcı, 3, 2, 1 cavab, versiya. Arthur Clarke'dır bu. Clarke. Davam edirik. Qəribədir ki, 2006-cı ildə bu yazıcı ağciyər xərçəngindən vəfat eləmişdi. Ada. Arthur Conan Doyle. Yox, bu səhv cavabdır. Bu səhv cavabdır. Cavab yoxdursa, mən 2-yə qədər 1, 2 sayıram və düzgün cavab Alan Carr'dır. O, 2006-cı ildə yazıcı olaraq ağciyər xərçəngindən vəfat eləmişdi. Davam edirik. 1995-ci ildə tədavülə buraxılmış 4 tengelik Poç markasında portreti əks olunan onun adına yarımada Abay Kunanbayev. Bakıda küçə var, bəli, bu Abay Kunanbayevdir. Oyunçulara təşəkkür edirəm, onlar oyun masasında öz yerlərini ala bilərlər. Biz isə digər mövzuyla Sirli Round'da oynayacağıq. Sirli Round'da davam edirik. Hazırda ixtiraçılar mövzusunu oynayacağıq. Antonio Meucci'nin ixtira elədiyi Teletrafano telefon aparatına patenti ala bilməməsi Alyans. Onun əvəzinə Graham Bell almışdı telefonu kəşf edən. Alexander Graham Bell. Bu düzgün cavabdır. Patent ala bilməsinin səbəbi pulunun çatmaması və ya şəxsin ingilis dilində digər şəxsin daha güclü olması göstərilirdi. Bu Alexander Graham Bell'dir. Davam edirik. Neil Armstrong Apollon 11 missiyası zamanı simvolik olaraq özü ilə birgə bu qardaşların 1903-cü ilə aid Alyans Wright qardaşları. flyerlərindən bəzi parçalar aparmışdı. Bu Wright qardaşlarıdır. Davam edirik. Pringles qutusunun ixtiraçısı olan Fred Baur 2008-ci ildə dünyasını dəyişmişdi. Bəs o vəsiyyətində nə istəmişdi? Diamonds. O Pringles qutusunda, küllərinin Pringles qutusunda bastırılmasını istəmişdi. Külünü Pringles qutularına qoyaraq bastırılmaq istəmişdi. Bravo. Davam edirik. Orta əsr filosoflarından birinin fikrincə qızıl tarixi dəyişib. Amma insanlıq tarixinə ən böyük dəyişikliyi onun qalay hərfləri gətirib. Ada. Və təbii ki, Diamonds'a sıxıb. Mendeleyev. Bu səhv cavabdır. Diamonds. Gutenberg. Johann Gutenberg'dir, bəli, onun qalay hərfləri gətirmişdi. Qalay hərflər kitab çapının ixtiraçısının kitab çapı üçün istifadə elədiyi vasitə idi. Davam edirik. İxtiraçılar sonuncu sual. Karbonlaşdırılmış bambuk istiyə olduqca davamlı olmaqla birlikdə xərci elə də çox olmayan materialdır. Bu şəxs yekunda karbonlaşdırılmış bambukdan istifadə etmişdi. Sualın birinci hissəsində açıq-aydın ipucu var idi. İstiyə olduqca davamlı, ixtiraçı,
3, 2, 1. Var versiyanız? Maşınla bağlı bir şey ola bilər. Beyt Yox, bəlkə. bu sadəcə Thomas Edison idi. Edison. İstiliyə davamlı olmalıdır ki, o elektriki kəşf eləsin. İxtiraçılar mövzusunu bitirdik. Oyunculara təşəkkür edirik. Onlar öz yerlərini ala bilərlər və biz sirli raundun sonuncu mövzusunu oynayacağıq. Sirli raundun sonuncu mövzusunu oynayırıq. Mövzumuz güzgü adlanır. Çətin görünən bölgələr üçün istifadə olunan ağız güzgüsü adlı aləti bu peşə sahibləri Stomatoloqlar. Peşə sahibləri istifadə edir. Bəli, bu stomatoloqlardır. Davam edirik. Güzgülər evi, əyləncə mərkəzləri insanların güzgülü labirintlərdə vaxt keçirdikləri yerdir. Bu barədə danışılan məqalədə Parisdə yerləşən Diamonds. Disneyland. Yox. İkinci yarımadadır. Versal sarayı. Parisdə yerləşən Haranın adı çəkilir. Bu Versal sarayıdır. Versalın güzgülər zalı. Davam edirik. Eyni iki hərflə başlayan iki sözlə cavab verin. İlk dəfə fizik Herman Obert tərəfindən təklif edilən bunlar dünyaya çatan işığın miqdarını təmizləmək məqsədi ilə istifadə edilir. Alyans. Bu olsun günəş güzgüləri. Olmasın. Məncə də olsun. Bravo, Alyans növbəti xalda yazdırdı öz hesabına. Dördüncü sual. Diqqətli olun. İki güzgünün qarşı-qarşıya qoyulması nəticəsində alınan Alyans. Bu olsun Droste effekti. Bu da olsun Droste. Bravo. Sonsuzluq güzgüsü adlı məqalədə bu effekt də xatırlanır. Şəkil içində şəkil təkrarlaması sənətdə Droste effekt adlanır. Davam edirik. Apple şirkətinin yaratdığı tək oyun güzgü arxasıdır. Oyunun baş qəhrəmanının adını deyin. Güzgü arxası. Versiya. Məncə siz düz cavab verəcəksiniz. Steve Jobs. Yox. Digər komandalar üçün kömək eləyə bilmirəm, çox təəssüf. Amma əminəm ki, ağlınızdakı ilk versiyadır. Buyurun. Ay. Dev, sən də versiyanı. Iris'dir, Sirinin tərsi. Yox. Sizdə qalıb yəni, daimaz. Versiya yox. Alisa'da, Alisa, möcüzələr diyarında Alisa, güzgünün o biri tərəfi. Oyunculara təşəkkür edirəm. Öz yerlərini masa ətrafında ala bilərlər. Biz sirli raundu bitirdik. Xəmsə Milli İntellektual oyununun növbəti mərhələsinə keçid alırıq. Bu fərdi raund adlanır. Fərdi raunda keçid aldıq və fərdi raundun qaydalarını həm komandalar üçün, həm də televiziya tamaşaçıları üçün bir daha izah edirəm. Fərdi raundda hər komandadan yalnız seçilmiş bir oyunçu iştirak eləyə bilər. Mən hazırda ən az xalı olan komandadan ən çox xalı olan komandaya doğru oyuncuları bir-bir oyuncu kürsüsünə rənglərlə dəvət eləyəcəm. Əvvəlcə sarı kürsünün sakini Məleykə Salamzadə, ADA komandası. Daha sonra göy kürsünün sakini Diamonds Are Forever komandası Nəsir Əsidzadə və yarımada komandası qırmızı kürsüyə gedəcək Murad İskəndər. Bütün raundların tək, şəksiz və yeganə lideri, Alyans komandasının üzvü Qurban Quliyev isə yaşıl kürsüyə gedəcək. Yenə də az xal olan komandadan çox xal olan komandaya doğru bir-bir mövzulardan imtina eləyəcəksiniz. Sona qalan mövzuyla biz oynayacağıq. Mövzular belədir. D.B. 2025-ci ildə vəfat eləyənlər, sahibləri eyni soyadlar, qanadlı ifadələr və memlər. Əvvəlcə bizim xanım iştirakçı ADA komandasının üzvü imtina eləyəcəyi mövzunu deyəcək. 2025-ci ildə vəfat edənlər. Onlar artıq bizimlə deyil. Və indi Diamonds komandası. DB. DB. Bəli. Onu da göndəririk tarixin qaranlıq səhifələrinə. Növbə gəldi çatdı yarımada komandasına. Memlər olmasın. Memlər olmayacaq və lider Alyans komandası oynayacağımız mövzunu desin. Qanadlı ifadələri oynayaq.
Saytlar eyni, soyadlar artıq bizimlə deyil, qanadlı ifadələri oynayırıq. İlk sual nominal xal dəyəri 400. Qədim türk dilində manqus adlı heyvana yarbuz və ya yarp alyans. Bu olsun manqurt. Yox, bu səhv cavabdır. Daha sonra Ada. Mahmud Kaşqari. Bu da səhv cavabdır. Yarımada. Yarquz yarpız bilmək. Yox. Mən əslində o sözlərin adını çəkmişdim. Diamonds komandası üçün qaldığım yerdən sualı bir də oxuyuram. Yarbuz və ya yarpız deyilirdi manqusa. Eşitdiyiniz fakt hansı ifadənin yaranması ilə bağlıdır? 3, 2, 1 kömək eləyə bilməyəcəm çünki düymələr sıxılıb. Versiya. D versiyanı. İlanın sevmədiyi yarpız onun burnunun dibində. Deyərdin də, bu gözdə sualı sona qədər bas düyməni də. İlanın zəhləsi yarpızdan gedir, o da yuvasının qarşısında bitir. Qanadlı ifadələr mövzusu ikinci sual. Nominal xal dəyəri 800. Əslində Hamlet bu sözləri əlində Yorikin kəlləsi ilə demişdi. Diamonds forever. Olum ya ölüm. Olmaq və ya olmamaq, olum və ya ölüm, bravo. Davam edirik, qanadlı ifadələr, üçüncü sual, nominal xal dəyəri 1200. Əslində hekayələrin heç birində Sherlock Holmes belə bir ibarəni demir. Ada. Axı bu çox sadədir, Watson. Elementardır Watson və yaxud da çox sadədir Watson. Mən qəbul edirəm, bravo. Qanadlı ifadələr, dördüncü sual, nominal xal dəyəri 1600. İfadəni ilk dəfə 15-ci əsrdə dəyirmançı və çoban arasındakı məhkəmədə mövzunun yayınması zamanı Alyans. Bu olsun buridan eşşək. Yox, bu səhv cavabdır. Başqa düyməni sıxan yoxdursa, mən sualı qaldığım yerdən davam edeyim. Yayınması zamanı hakimin dediyi güman olunur. Kömək eləyə bilməyəcəm çünki Alyans komandası düyməni sıxıb. Amma siz əslində sualın mətnindən tapa bilərsiniz. Versiya. 2. Axı yenə də fırlanır. Yox, bu da səhv cavabdır. Ada. Amma dəyirmanda un yoxdur. Bu da səhv cavabdır. Yarmada. Şərti şunda kəsməyə lazımdır, xırmanda yabalaşmayasınız. Yox, belə deyil. Bu qaydaq öz qoyunlarımıza ifadəsidir. Qaydaq öz qoyunlarımıza. Qanadı ifadələr. Son sual, nominal xal dəyəri 2000. Orta əsrdə əl yazıları ləkələrin qarşısını almaq üçün qələmi perqamentdən qaldırmadan yazırdılar. Sonra isə bunu edirdilər. Alyans 3-2-1. Nöqtəni qoymaq olsun. Biz də tura nöqtəni qoyuruq. Yox, bu səhv cavabdır. 3-2-1. Son nöqtələri qoyun. Yox. Son saniyələr və bu i'lərin üstünə nöqtələr qoyulurdu. Məhz i hərflərinin üstünə nöqtələr qoyulurdu. Xəmsə raundu olmayacaq. Mən isə finalın ilk komandalarının adlarını açıqlayacağım, amma alqışlarla oyunçuları masa ətrafına dəvət edirəm. Alqışlayaq oyunçuları. Təşəkkür edirəm. Çox gözəl oyun keçirdiniz. Xəmsə raundu bugün olmadı çünki reglamentə əsasən Böyük Qayıdış Kubokunun final mərhələsinin artıq 2 komandası bugün bəlli oldu. O komandalardan biri bugün möhtəşəm oyun keçirən Alyans komandasıydı və ondan heç də geri qalmayan Yarımada komandası. Digər komandalarda uğurlar arzuluyuruq. İkinci yarım final mərhələsindən sonra isə finalda kimlər oynayacaq, onların da adı bəlli olacaq. Bugünlük Xəmsə Milli İntellektual oyunu bitir. Gələn həftə eyni məkanda, eyni saatda Azərbaycan televiziyasında görüşərik. Özünüzdən müğayət olun, sağ olun.